İsmi Şah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Ya Allah. Ya Allah. Ya Allah. Ya Allah. İsmi Şah. İsmi Şah. İsmi Şah. Girdim Adem cismine, kimse ne bilmez sinini. Ben bu Beytullah içinde ta ezelden var idim. Bu eser daha önce yazılmış olan Fatihler Səltənəti əsərinin davamıdır. Hadisələri, obrazları daha yaxşı anlamaq üçün məsləhətdir ki, digər əsəri də əldə edəsiniz. Əsər, görkəmli Azərbaycan yazıcısı Fərman Kərimzadənin Xudafərim Körpüsü romanının motivləri əsasında tarixi faktlar və müstəqil yazar təxəyyülünün məhsulu olaraq meydana çıxmışdı. Əsərin yazılma məqsədi milli ideologiyamızın, tariximizin və dövlətçilik ənənələrimizin təbliğidir. ...1479-cu il Ərdəbil Şeyxin taxt zalı Gecə Şamlar uzun mis şamdanlarda yanır, divarlarda hərəkət edən alov kölgələri molla cübbələrinə toxunur. Havanın içində yandırılmış ətrin və rütubətli daşın qarışıq qoxusu var. Taxtda Əbu Musa oturub. Baxışları sərt, amma səsi nisbətən alçaq tonda danışır. Qarşısında oturan mollalar, axundlar, hacıların çoxu tacik, bəziləri hindli, ərəb və əfqan əsillidir. Hər biri təvazökarlıqdan uzaq, riyakar baxışla başını aşağı salıb, gözlərində hilə ilə nifrətin qarışığı gizlənib. Qardaşlar, mürşidimiz Şeyx Heydər indi şimal torpaqlarında, Qusarın, Dərbəndin soyuq dağlarında yürüyür, qılınc çalır. O, qılıncıyla Allahın adını ucaldır. Amma siz dua ilə torpağı təmizləyəcəksiniz. Səssizlik. Mollalardan biri ehtiyatla başını qaldırır. Ağayı Əbu Musa, xalq arasında fitnə çıxarmaq bu böyük məsuliyyətdir. Əgər şeyx bilsə, bizi öldürər. Şeyx Heydər çox şey bilmir, Mehman ağa.
bilirsə də məcburən susur. Onun işi döyüşməkdir, bizimki isə yön vermək. Şiəlik Allahın izzətini ədalət içində qorumaqdır. İmam Əli əleyhissalam haqqın təcəssümüdür. Sünnilik isə hakimlərin rahatlığı üçün yaradılmış itayət məktəbidir. Onlar deyirlər ki, xəlifə kimdirsə itayət et. Bizi isə deyirik, yalnız haqq olana itayət et. Ətrafdakı mollalar başlarını təsdiqləyərək yavaş-yavaş dillənir. Bizə əmrinizi deyin, ey Əbu Musa həzrətləri, qan tökmədən, sözlə fitil qoyaq. Sözlə, dua ilə, amma söz bəzən qılıncdan iti olar. Məscidlərdə, bazarlarda, çayxanalarda, sünni adıyla çıxanların içində şübhə salın. Deyin ki, onların qibləsi sultanlardır, bizimkisi isə yalnız Allahın ədalətidir. Deyin ki, onların imamı varlıdır, bizim imamımız şəhiddir. Və deyin ki, türklər bu məzhəbin içində bir yaradır. Çünki türklərin gücü çoxalırsa, gec-tez biz hamımız kölgədə qalacağıq. Ətrafda sakitlik çökür. Mollalardan biri qorxa-qorxa dillənir. Əgər Şeyx Heydər bu fitnəni duyarsa, o bizə aman verməz. O özbəöz türk oğlu türkdür. Elə buna görə dedim. Onun qılıncı döyüşdə, bizimkisi dua içində işləsin. O döyüşsün, biz isə dua edək. Sonda isə xalq onun üçün yox, bizim üçün ayağa qalxacaq. Şeyx dönəndə artıq bu torpaq bizim olacaq. Adı Səfəvi qalar, eybi yox. Ancaq ruhu isə bizdən doğular, Şiə İslam dövləti. Dini tərdə altında yeni hakimiyyət, Türk adı olmadan, amma Türkün taxtında. Mollalar bir-bir baş əyib təsdiq edirlər. Havanı boğan bir razılıq səssizliyi yayılır. Qapı birdən cırıltı ilə açılır. İçəri Aləmşah bəyim girir. Onu görən mollalar dərhal yerlərindən qalxıb baş əyirlər. Əbu Musa onlara getmələrini işarə edir. Hamı ehtiramla baş əyərək zalı tərk edir. Əbu Musa, bu gecə kimləri idi bu insanlar? Mürşidəmiz, Allahın salamı olsun sizə. Mən sadəcə şeyximizin səlamət dönməsi üçün dua gecəsi təşkil etdim. Xütbələr oxunacaq, fəqirlər üçün yeməklər paylanacaq, məscidlərdə zikir ediləcək. Bu səvab çoxalsın ki, şeyximiz də bu mübarək yürüşdən sağ dönsün. Aləmşah bəyim bir anlıq ona diqqətlə baxır. Onun baxışlarında inamsızlıq, içində isə dərin bir narahatlıq var. Savab niyyətindən gələnlər niyə qaranlıqda gizlənirlər? Əbu Musa, gecənin qaranlığı işığı gizlətmək üçün deyil. Bəziləri qorxur xanım, hər kəsin inancı eyni deyil. Aləmşah onu süzür. Bir anlıq otaqdakı külək şamları titrədir. Bəyim yavaşca geri dönüb çıxır. Qapı bağlanır, Əbu Musa isə yenidən əsl üz ifadəsini alır. O artıq şübhələnir. Amma gecdir, fitnə salındı Allahın adıyla, amma Türkün kölgəsinin yox olduğu bir sabah üçün. Şirvanşah sarayı, gündüz, taxt zalı. Eyvanın sütunlarına gün işığı düşür, daş döşəmənin soyuqluğu havaya nüfuz edir. Fərrux Yasar taxtında oturub, üzündə qətiyyətin və yorğunluğun izləri var. Onun yanında vəzir Sasan Keyxosrov da yanıb, gözlərində hesablama və hilə görünür. Səncə Şeyx Heydərin bu yürüşü Dərbəndlə kifayətlənəcəkmi? Nə düşünürsən? Bu barədə məlumatın varmı? Hökümdar, o barədə mənim dəqiq məlumatım yoxdur. Ancaq mən bəzi tacik mollalar vasitəsilə lazımi tədbirlər görmüşəm. Məsələn, məscidlərdə xütbələr oxutdurub,
təqizlərə yardım paylatdıq. Amma şeyxin adını yanlış şiyyəliklə hüdudlandırıb, onu şiyyələrin müqəddəs obraz kimi təqdim etdik. Ancaq şiyyələrin qəlbində onun üçün geniş bir məkan açıldı. Biz də bilirdik ki, onların qəlbini ələ keçirsə, əli asanlıqla hərəkətə gələr. Səncə, biz şeyxin arxasından belə fitnələr edib, sonra həqiqət bilinəndə xalqın sevgisini itirməyəcəkmi? Əgər ölkədə şiyə-sünni savaşı çıxarsa, şeyxin bizə hücum etməyi düşünəcək vaxtı olmayacaq. Onu ya sünnülərdən kimsə, ya da yanına yerləşdirdiyimiz şiyə cəsuslar öldürəcək. Şiyyəliyi təbliğ edib, sünniliyi isə xor görülərsə, o zaman siz də çox sayda sünni əhalini onun üzərinə qaldıran əsl İslam hökmdarı olarsınız. Axı mən sadəcə Şirvanşahları qızılbaşlardan qorumaq istədim. Bu qarmaqarışıq fitnələr mənə görə deyil. Sasan nə isə düşünür və paltarında gizlətdiyi ucu zəhərli xəncərini hazırlayır. Bu an qorxulu bir xəbər gətirilir. Bir adam tələsi içəri daxil olur və Şahım, Qusardan xəbər gəldi. Şeyx Heydər atası Cüneydin qəbrində xalqa ehsan paylayarkən bir dəstə quldur onlara hücum edib. Şeyx onların hamısını qətlə yetirib. Sağ qalan birisi isə deyib ki, o quldurlar Şirvanşahın göndərdiyi adamlar idi. Zalda bir anlıq susqunluq olur, gün işığında hər sima daha da kəskin görünür. İndi nə edəcəm? Axı bu tədbiri kim töküb? Şeyx Şirvanı qana bələr. Nə edək, vəzir? Hökümdarım, bəlkə də bu bir fürsətdir. Şeyxin məqsədi elə Şirvan imiş. O, Dərbəndə keçməyi təxirə salıb, indi Şirvan üzərinə yeriməyə hazırlaşır. Biz bir tədbir görək və onu saraya çatmamış öldürək. Sasan Keyxosrov, mən atamın səhvlərini təkrar etmək deyil, bu qanı durdurmaq istəyirəm. Şeyxi öldürsəm, onun sağ qalan qohumları Şirvanı düşmən bilib gec-tez məni öldürmək üçün gələcəklər. Şah həzrətləri, siz əgər şeyxlə müharibədən ehtiyat edirsinizsə, o zaman mütləq Ağqoyunlarla şeyxi düşmən etmək lazımdır. Siz ki, bir qızınızı Sultan Yağub'a verməyi planlayırdınız. Bundan gözəl fürsət olmaz. Siz mütləq bu nikahdan dövlətimizin xeyrinə istifadə edin. Bu gözəl fikrə görə məndən ənam alacaqsan, Keyxosrov ağa. Təcili surətdə Təbrizə məktub yaz. Yox, lazım deyil. Özüm gedəcəm bir neçə əyanla Təbrizə. Qızım Gövhərlə Sultan Yaqubun izdivacını təşkil edib, Şeyx Heydərə qarşı Şirvanla Ağqoyunlunu əbədi birləşdirəcəm. Fərrux Yasar cəld yerindən qalxıb zalı tərk edir. Sasan hiləgər gözlərlə onu süzür və şahın taxtına dönüb yerinə iştahla oturur.